Mən kişiləri sənin huzurunun altına gətirirəm, ya Rəbb. Bu kişilər, ata, çox vacibdir ki, onlar sənin elminlə, sənin təhsilinlə, ata, sənin münasibətlərinlə, sənin məhəbbətinlə, ata, tam bərpa olunsunlar İsa Məsih ismi ilə. Xilas olmayan nə qədər, ya Rəbb, qardaşlarımız var. Ya Rəbb, ata var, ər var, ya Rəbb, ətraf var, qohum əqraba var. Nə qədər xilas olublarsa, hansı ki, onlar xilasda yaşamırlar. Öz həyatlarını yaşayırlar, ya Rəbb. Onların bərpiyə ehtiyacı var, ya Rəbb. Sən qarşıma gətirirəm və sənin əlinə verirəm, ya Rəbb. Birinci növbədə ata xilasını istəyirəm hər bir ata yaxınlarımızın üzərində İsa Məsih ismi ilə. Sən bizə ata elə bir güc ver, elə bir qüvvə ver ki, onların ata imansız həyat yaşamalarına biz laqeyd olmayaq. Biz bunun üçün ata sənin qarşında diz çökək, sənə yalvaraq. Nə lazımsa ata sən bizə göstər ki, biz onlara göstərə bilək, ya Rəbb. İsa Məsihin ismi ilə, İsa'nın diri adıyla onların imana gəlməsi üçün, ya Rəbb. Onların dünyadan tamamilə ayırd olması üçün, məhvə gedən yoldan ata tamamilə qayıtmaları üçün səndən ata biz rica və xahiş edirik, ya Rəbb. İsa Məsih ismi ilə, ya Rəbb, əli uzad ata. Evlərimizdə kişilər var, ya Rəbb. Yaxınlarımızda kişilər var, ya Rəbb. Biz onlara baxıb ata, həqiqətən də ata çox əzab, istirab çəkirik, ya Rəbb. Onların qurtuluşunu istəyirik səndən, ya Rəbb. Ya Rəbb, sən qadirsən ata. İkinci növbədə səndən imanlı insanları gətirir ki, adları Məsihçidir, özləri ata, hələ də o Məsihi dərk edə bilmirlər, ya Rəbb. Öz dünya həyatlarını yaşayırlar, ya Rəbb. Söymək lazımsa söyürlər, hirslənmək lazımsa hirslənirlər, ya Rəbb. Dünyanın nəyi varsa ona qarışa bilirlər, ya Rəbb. Özlərini ata dünyanın içində bir nümunə kimi göstərə bilmirlər, ya Rəbb. Ya Rəbb, sən qarşıva. Onları gətiririk, ya Rəbb, sənin əllərinə veririk, ya Rəbb. Sənin bizə yardımın lazım, köməyin lazım, ya Rəbb. Biz hara gedə bilərik, ata? Bu kişiləri kimə gətirə bilərik, ya Rəbb? Sənin əllərinə veririk ki, sən ata gələsən. Sən gələsən, onları məhvə gedən yoldan tamamilə götürəsən ki, onlar hissləri ilə, qəzzəbləri ilə, düzgün olmayan həyat tərzləri ilə, ya Rəbb. Dillərinin, ağızlarının düzgün olmayan sözləri ilə ata, ya Rəbb, məhvə getməsinlər. Onları sustur, ya Rəbb. Elə bir susqunluq ver, elə bir sükut ver ki, onların üzərlərinə, ya Rəbb. Sən qadirsən, ata. Səndə hər şey mümkündür. Bizim bacara bilmədiyimiz hər şeyi sən tamamilə onların həyatlarında icra edə bilərsən, ya Rəbb. Ya Rəbb, sən qadirsən. Biz dua edirik, ata. Onları sənin əllərinə veririk. Sənin ixtiyarına buraxırıq, imansız həyatı onların həyatlarından götür. Əsl məsihçi olsunlar, ya Rəbb, dilləri ilə, ağızları ilə, həyat tərzləri ilə, ya Rəbb. Onlar sənə izzət, şərəf gətirə bilsinlər. Ya Rəbb, onlar bizim başımızın tacıdır, ya Rəbb. Ya Rəbb, sən qarşıma gətiririk, ya Rəbb. Evlərdə, ya Rəbb, qardaşlar var, evlərdə ata, oğullar var, ər var, ya Rəbb. Əmilər var, dayılar var, atalar var, ya Rəbb. Sən qarşıma gətiririk, sənin əllərinə veririk, ya Rəbb. Onları qutaracaq. Yeganə ata, yeganə güc sahibi sənsən. Ya Rəbb, qoy ata, sən kəlamın deyir ki, aldanmayın. Həqiqətən, onlar Məsihçi adı ilə özlərini aldatmasın. Qoy onlar tövbəyə gəlsin. Qoy onlar ata, sənin müqəddəs ruhunun, ya Rəbb, gücünü, qüdrətini, ifşasını öz üzərlərində hiss edib duysunlar. Və ifşa ruhu gəlsin onlara. Qoy onlar nə etdiklərini, ya Rəbb, qavrasınlar, dərk etsinlər və bu yoldan dönsünlər. Əsl məsihçi həyatının, imanlı həyatının nə olduğunu tam qəbul edə bilsinlər. Onlara məhəbbət ver, ya Rəbb. Qoy onların həyatlarında hirs, qəzzəb tamamilə yox olsun və onun yerini məhəbbət tamamilə bürüsün, ata. O qədər səndən gələn məhəbbət axsın ki, onlar ata, həqiqi məhəbbətin bir nümunəsi ola bilsinlər. Qoy həyat tərzləri ilə ata tamamilə səni ata bu yer üzərində göstərə bilsinlər, ya Rəbb. Ya Rəbb, yalancı bir məsihçi həyatını yaşamasınlar. Onların fərqi yoxdur dünyadakılardan. Ata, sənin əllərinə verirəm. Sənin ixtiyarına buraxıram, ya Rəbb. Onları dəyiş, ata. Onları yenilə, ya Rəbb.
Onları sustur ata. Lazım gələn yerdə onların ağızlarına elə bir möhür vur ki, ağızlarından dünya, cisim heç bir vaxt hərəkətə keçməsin. Cismi sustura bilsinlər ata. Cismlərinə yox deyə bilsinlər. Ya Rəbb, sənin ruhun altında gündən günə möhkəmlənə bilsinlər deyə sənə dua edirəm, ya Rəbb. Ya Rəbb, sən qarşıma gətirəm. Əlini uzat və onları tamamilə ata. Tamamilə dəyiş ata. İçlərində, daxillərində köhnə qalıqları, köhnə nə varsa, ya Rəbb, nəsildən, nəcabətdən, ya Rəbb, atadan, babadan qalan, nə varsa ata onlardan götür. Götür dünya həyat tərzini. Götür ata onları təmizlə. Təmizlə, bu gün məsihçidirlər, siqaret çəkirlər, içki içirlər. Ya Rəbb, sən qarşıma gətirəm ata. Bir məsihçinin ata, necə nümunə olduğunu sən müqəddəs yazılarda göstərmisən. Onlar qoy bu müqəddəs yazılara riayət etsinlər. Bu müqəddəs yazıların tam içində yaşasınlar ya Rəbb. Tamlığı ilə onun bütün ata sətrinə, cümləsinə, nöqtəsinə, vergülünə riayət etsinlər deyə sənə dua edirəm. Ata, sənin əllərinə verirəm daimi sən dedin dua edin, durmadan dua edin. Ata, sənin əllərinə verirəm. Sənin ixtiyarına buraxıram, bugün hər kəsin əlində ya Rəbb telefonlar iqra ilə məşğul olurlar. YouTube'lara, TikTok'lara baxırlar ya Rəbb. Sənin əllərinə verirəm ya Rəbb. Bir imanlı kişi nə etməlidir? Bir imanlı kişinin ya Rəbb, vəzifəsi nədir? Sən onlara göstər. Göstər ya Rəbb, bir qadın kimi sənin qarşında dayanmışıq. Bir qadın kimi səndən istəyirik, səndən diləyirik. Onları dəyişəcək yeganə qüvvə. Yeganə Rəbb sənsən. Qüdrətini axıt ata. Qoy onlar həqiqi imanlının həyatını yaşamağa başlasınlar. Necə ki bir zamanlar ata Pavel də eyni dərəcədə qanunlarda riayət edirdi və hər şey edirdi ya Rəbb. Ancaq səni tanıyandan sonra həqiqi bir məsihçi həyatı yaşadı. Müjdə, xidmət ata, onun həyatının ən böyük işi oldu ya Rəbb. Sən qarşıma gətirəm. Sənin əllərinə verirəm, onları dəyişəcək yeganə ata, yeganə güc qüvvət sənsən. Uzat uzun əllərini. Məhəbbətin, mərhəmətin onları əsl məsihçi həyatının bir ata güşəsi etsin deyə sənə dua edirəm. Ya Rəbb, yalvarıram sənə ata, sustur onları. Sustur onların dillərini, ağızlarını cisim danışanda. Cisim hərəkətə keçməyi qoyma onları. Əli uzat ata. Sustur onları ya Rəbb. Sustur ki ata, həqiqi imanlı həyatı yaşasınlar ya Rəbb. Ya Rəbb, ətraflarına, yanlarına, yörələrinə öz həyat tərzləri ilə müjdə versinlər ya Rəbb. Ya Rəbb, öz həyat yaşamları ilə ata, müjdəni paylasınlar ya Rəbb. Bir məsihçinin həyatı nədir? Bir məsihçinin həyatını sən müqəddəs yazılarda öyrətdin onlara. Onlar bilir, ancaq buna riayət etmir ya Rəbb. Sənə yalvarıram. Səndən istəyirəm. Səndən diləyirəm ya Rəbb. Sənin ixtiyarına buraxıram ya Rəbb. Həqiqi imanlı həyatı onların həyatlarında tam bərpa olunsun. Təmir et onları. Təmir et ata, hər bir vəziyyətdən. Cismin onların üzərlərində başçılıq etdiyi nə varsa onları təmir et. Ya Rəbb, qaşı tök. Bütün içlərini, daxillərini, bütün ata xariclərini tamamilə qaşı və tök. Ağır versə də kəs ya Rəbb. İncitsə də kəs ya Rəbb. Qoy onlar həqiqi bir imanlı həyatı yaşasın. Həqiqi bir addım atsınlar. İsa Məsihin ismi ilə. İsa Məsihin diri adıyla. Halleluya. Sənə şükürlər olsun. Sənə izzət olsun ya Rəbb. Halleluya. Amin, amin. Ata, oğul, müqəddəs ruh naminə amin.